Qarabağla davam eləyək. Derbi yaşandı. Neftçi. Azərbaycan derbisi Neftçi ilə arxada qalan həftə və 5 illik sindrom başa çatdı Ahmet. Ümumiyyətlə gözləyirdinmi? Qısa müddətdə 4 gündə 5-1 məğlub olan Neftçi 4 gün sonra komanda qələbə qazandı və çox riskli dəyişiklikləri vardı Vernidov bunu və hamısı özünü doğrultdu. Ortisin sol cinahda olması, nə bilim qapıda Emil Balayevin olması, biz həftələrdir burada danışırıq ki, Kənan Piric o deyil. Bunların hamısına istəyirsən bir toxunaq. Buyur. Deməli, oyun bitəndən sonra bəzi izləyicilərimiz ki var, hansı ki sosial şəbəkələrdən məni izləyirlər, mənə mesajlar yazmışdılar ki, bəs nə oldu? Neftçi deyirdin ki, Neftçi heyət güclənməlidir, belə olmalıdır, elə olmalıdır. Mən də buradan o fikirlərimi yenidən səsləndirirəm. Neftçinin sözün açığı Qarabağ üzərindəki qələbəsinin tam açıqlamasını indi verərik. Nələr baş verdi ki, qələbə qazandılar. Amma yenə də sözümün üstündə qalıram. Neftçinin heyəti Azərbaycan çempionatı üçün kifayət qədər yaxşı heyətdir. Amma çempionluq uğrunda mübarizə aparacaq heyət deyil. Yəni bu Neftçinin hal-hazırda əlində olan material ki var, futbolçular ki var, kifayət qədər Azərbaycan çempionatı üçün ideal futbolçulardır. Amma Neftçi əgər gələn mövsüm bundan da güclü Sabahla, bundan da güclü Qarabağla, bəlkə də bundan da güclü Turan Tovuzla çempionluq uğrunda mübarizə aparacaqsa, məncə aparacaq. Yəni Neftçiyə ən azı 6-7 ciddi futbolçu lazımdır. Hansı ki bu heyəti qoruyub, hansı ki Məhdi hansı futbolçuları istəyir, o futbolçuları yenidən komandada saxlayıb və hətta mən sizə deyim, bəlkə 6-7-dən də çox futbolçu lazımdır ki, sırf çempionluq uğrunda mübarizədən söhbət gedir. Həm çempionluq, həm də Avrokuboklarda olacaqsansa 2 cəhbədə aparmaq. Yəni, indi söhbət əsas çempionluqdan gedir burada və qaydaq digər məsələyə necə oldu ki, 4 gündə komandanı dəyişə bildi, 3 gündə belə deyək hətta. Yəni sözün açığı, burada sənin dediyin kimi Verindub bəzi dəyişikliklər eləmişdi. İndi onları biz şifahi şəkildə izah eləyəcəyik, belə göstərməklə olmur, çünki bizim əlimizdə o texnologiya yoxdur. Deməli, ilk öncə onu deyim ki, Neftçi oyuna hücumçusu çıxmışdı, 4-6-0 belə oynayırdılar, yəni sözün hər... Gizli format kimi Vargas idi. Bəli, Vargas idi və əsas məsələ nə idi? Əsas məsələ o idi ki, xatırlayırsansa bundan öncəki oyunda o 5-1'lik qələbədə Neftçinin hücum xətti ilə yarım müdafiə və müdafiə xəttinin arasında böyük boşluqlar var idi və Qarabağ uzun toplarla birbaşa irəliyə ötürmələrlə bu bloklar arasındakı məsafəni çox rahat yarırdı. Və mən oyun gedişatında çox təəccüblənmişdim ki, yəni Verindub kimi təcrübəli bir məşqçi necə ola bilər ki, Qarabağın oyuna sırf bu taktiki sxemlə çıxıb. Yəni ilərdə rəqibin birinci zonasında, Neftçinin 3-cü zonasında, yəni pressing, pressing eləyə bilərsən, bunda qeyri-adi bir şey yoxdur. Amma o pressingdə ən önəmli şeylərdən biri müdafiə ilə hücumun arasındakı o məsafə ki var, o məsafəni daralda bilməsən əgər, belə deyək də, mərkəz müdafiəçilərini maksimum şəkildə hücum eləyən o ilk öndəki üçlü, dörtlü ki var, onlara sıxlaşdırmasan, orada elə bir boşluq yaranır ki, özdə Qarabağın heyətindəki usta futbolçuların, yəni necə usta futbolçular olduğunu biz bilirik. Yəni o Neftçinin darmadağın olmasının birbaşa səbəbi idi. Çünki oyuna, belə deyək də, diqqətli baxan azarkeşdə görəcək ki, bir topluluq var idi Neftçidə. Söhbət 5-1'dəki oyundan gedir. Bir topluluq var, tutalım ki, rəqibin Qarabağın sol cinahında 3 nəfər var. Tutaq ki, pressingə gediblər. Digər 3 nəfərlə müdafiə və yarım müdafiənin arasında o qədər böyük zonalar var idi ki, yəni hətta bədəvi bir ötürməyə 8 nəfəri kəsirdi. Başa şu demək istəyirəm. Yəni burada biz adətən çox
xırda detallara girə bilmirik. Çünki belə deyək də onları birbaşa göstərib tamaşaçıya izah etmək lazımdır. Bəli. Yəni çalışıram ki, şifahi olaraq bacardığım qədər bunu bildirim. Amma ikinci oyunda fərqlilik nədən oldu? Nefti sırf o meydanın mərkəzi ilə belə deyək də birinci zonanı, ikinci zonanı tam şəkildə 10 nəfərlə bağlamışdı. Hansı ki, Qarabağ o boşluqlara girə bilmirdi. İlk keçən oyundan fərqli olaraq. Və bu qazanılan toplarda Neftçinin belə deyək də real kontra-ataka şansları yaradırdı. Və bunun da ən böyük səbəblərindən biri Qarabağın mərkəz müdafiəçilərinin meydanın mərkəzinə qədər çıxması idi. Məncə bu düşünülmüş bir addım idi və o düşünülmüş addımdan Neftçi yaxşı istifadə elədi. Hətta sən deyim ki, bəzi epizodlar var idi ki, son ötürmələrdə dəqiqlik çatmırdı. O ötürüm, belə deyək də, final pasından öndəki pas ki var, o ötürmələri verə bilsəydilər, hətta bəlkə də oyun 2-1 yox, 3-1, 4-1 də bitə bilərdi. Və bu oyunda mənim ən çox diqqətimi çəkən Neftçinin sağ və sol müdafiəçiləri idi. Hansı ki, yəni bugünə kimi Sako ilə Ortiz, yəni bugünə kimi mən nə Sakodan, nə Ortizdən bu oyunu görməmişdim. Bəlkə də sezon bitir, artıq qiymət qaldırmaq. Yox, qiymət qaldırmaq demərəm mən buna. Yəni futbolçuların ən çox gözə çarpdığı dönəm 2 dönəmdir. Bir mövsümün əvvəli 5-6 dövr, mövsümün əvvəli, bir də mövsümün sonu.